Türkiyə dövləti məhv olmadan İranın canını almağımız məsləhət deyil. Bu danışıq Azərbaycana xüsusi rəğbəti olan məşhur humanist Rus yazıcısı, dekabrist Bestujev Marlinski ilə Abbasqulu Ağa Bakıxanov arasında keçir. Sözün sahibi təbii ki Marlinski deyil. Marlinskinin nifrətlə dilə gətirdiyi, özünün də xidmət etdiyi Rus çarlığının önəmli siması Dəli Pyotrun vəsiyyətnaməsindən bir sujetdir. Ümumiyyətlə 1-ci Pyotr Rus işğalının yayılmasında ən başlıca rolu olan Rus çarıdır və bu yöndəki vəsiyyətnaməsini çoxumuz eşitməyimizə rəğmən Rus xalqına nə kimi tapşırıqların verildiyini bilmirik. Bu tapşırıqlar Çar Rusiyası başda olmaqla Sovet Rusiyası və hal-hazırki Rusiyanın ən təməl işğal missiyası olub və bu işğaldan biz də nəsibimizi aldığımız üçün bugün də o işğal davam etdirilməyə çalışıldığına görə vəsiyyətnaməni yaxşı idrak etməliyik. Oxumalıyıq demirəm, idrak etməliyik. Osmanlı-Rus savaşında Qafqaza gələn Marlinski burada özü kimi humanist olan Abbasqulu Ağa Bakıxanov ilə yaxın dost olmuşdu. Evinə dəvət etmişdi və uzun-uzadı çarizmin zülmü haqqında müzakirə aparmışdılar. Və bu müzakirələr Abbasqulu Ağa Bakıxanovun həyatında yeni bir cığır açmışdı. Adətən Marlinski Bakıxanovu Ruslara qarşı oyandırmışdı və o tarixi söhbət belə başlamışdı. Bir dəfə hər iki dost Tiflisdə görüşdüyü vaxt Bestujev Marlinski Abbasqulu Ağanı öz evinə dəvət elədi. Axşamüstü olmasına baxmayaraq, o dəvətdən boyun qaçırmadı. Dostlar söhbət edə gəlib evə çatdılar. Yüngülcə şam etdikdən sonra Bestujev Marlinski ona Peterburqda dekabristlərin hazırladığı tarixi üsyan haqqında danışdı. Rus çarizminin bütün Qafqazda yeritdiyi siyasətə toxundu. Abbasqulu Ağa bu fədakar yazıçının ürək ağrısı ilə dediyi hər sözü diqqətlə dinləyirdi. Bəzən ona elə gəlirdi ki, bütün Rusiya belə əqidəli insanlara nə qədər möhtacdır. Bestujev Marlinski Qafqazın, İranın və Türkiyənin Rusiya imperiyası tərəfindən zəbt olunmasından danışarkən, bu siyasətin əsasının hələ keçən əsrdə 1-ci Pyotr tərəfindən qoyulduğunu ayrıca qeyd etdi. Abbasqulu Ağa, bu vəsiyyətnamə tarix durduqca Rus padşahlarının əlində kompas rolunu oynayacaq. Mən xalqlara ölüm, qan gətirən belə bir vəsiyyətnaməyə nifrət edirəm. Əziz dostum, bu vəsiyyətnaməni 1725-1726-cı illərdə Böyük Pyotrun özü yazmışdır. Onun bu vəsiyyət